Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve adzil feracahum ve ahlik a'daahum. Mübarək Ramazan ayıdır. Allah-u Teala məğfirət, bağışlanma ayıdır və bildiyiniz kimi Əmirül Müminin Əli əleyhissalamın vəsiyyətnaməsini sizlərlə bölüşürdük və gəldik vəsiyyətnamənin növbəti bir mühüm hissəsinə ki, Əli əleyhissalam buyurur: Allah fil cihad bi əmvalikum və anfusikum və əlsinətikum. Həzrəti Əmirül Müminin Əli əleyhissalam vəsiyyətnamənin bu hissəsində övladlarına sözü çatacaq hər kəsə, sizə, bizə tövsiyə eləyir ki, mallarınızla, canınız və dilinizlə Allah yolunda cihad eləyin. Cihad bizim dilimizə istifadə olunan sözlərdən biridir. Hamımız cihad sözü ilə tanışıq, amma bəzən biz cihadı doğru, düzgün anlamırıq. Cihad həmişə döyüşmək deyil. Cihad həmişə qılıncla, topla, tüfənglə, silahla vuruşmağa deyilmir. Quran-ı Kərimdə iki cür ifadə keçir. Biri qitaldır, biri isə cihaddır. Qital bizim anladığımız müharibədir, döyüşdür, silahlı mübarizədir. O qitaldır. O da öz yerində vacib və zəruridir. Amma cihad isə ondan daha geniş mənaya malikdir. Cihadın içərisində qital var. Yəni cihad deyəndə həm qital, döyüş, silahlı mübarizə nəzərdə tutulur, həm də İmam əleyhissalamın dediyi kimi digər məsələlər nəzərdə tutulur. Ona görə bu məsələdə diqqətli olmaq lazımdır. Hər bir insan, hər bir Allah bəndəsi cihad eləməlidir, mücahid olmalıdır. Cihad nədir? Cihad ciddi çalışmaq, ciddi çalışqan adama müctehid deyərlər. O ki, bizdə məşhur müctehid deyirik. Yəni, onlar öz ixtisasları üzrə, deyək, fiqhi sahədə və digər sahələrdə ictihada çatıblar. Yəni, adamlar bu sahə üzrə ixtisaslaşıblar, mütəxəssis olublar. Ona görə bu sözün təkcə döyüş anlamında biz başa düşməməliyik. Müctehid, cihad eləyən insan. Ola bilər bir tələbə, biz deyirik çalışqan tələbə, ona müctehid deyərlər. Yəni çalışqan tələbə, ciddi cəhdlə çalışan insan. Quran-ı Kərimdə insanların cihad etmələri ilə bağlı Əli əleyhissalamın da toxunduğu kimi müxtəlif səvkilərdə yanaşılıbdır. Və bu mübarək vəsiyyətnamədə Əmir əl-Müminin Əli əleyhissalam cihadın əhatə dairəsini genişləndirir. Və biz əvvəlki söhbətlərimizdə də demişik ki, cihad təkcə, daha doğrusu Əhl-i-Beyt əleyhissalamın kəlamları təkcə Qurandan ayrı deyil. Onların dediyi hər bir sözün Quran-ı Kərimdə əsli var, əsası var. Ona görə bu sözlərin hər birin biz Quranla tutuştursaq, görərik ki, Quran-ı Kərimdə ona uyğun, müvafiq bir ayə var. O cümlədən də cihad. Və Əli əleyhissalam öz mübarək kəlamında cihadın qismlərini bəyan edir. Quran-ı Kərimdə Allah insanların bir qismini tənqid eləyən zaman Tövbə surəsinin 81-ci ayəsində buyurur: وَكَرِهُ أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللّٰهِ. Bunlar Allah yolunda malları və canları ilə cihad eləməyə, çalışmağa ikrahları var idi. Bunların xoşu gəlmirdi, bunlar malları ilə və canları ilə cihad eləsinlər. Görürsünüz, bu mübarək Quran-ı Kərimdə Tövbə surəsi 81-ci ayədə malla cihad eləmək, canla cihad eləməkdən önə salınıbdır. Mali cihad, insanın malı ilə, pulu ilə, sərvəti ilə cihad eləməsi. Malla cihad çox önəmlidir. İnsan həmişə müharibə eləyə bilməz ki. Dünya başdan başa müharibələrlə olsun, bu olmaz. Onda bəşəriyyət məhv olub aradan gedər. Amma cihad heç zaman dayanmamalıdır. İnsan malı ilə cihad eləməlidir ki, Allah sözünün, Allah hökmünün, haqqın, ədalətin cəmiyyətdə bərqərar olması üçün, məzlumun köməyi üçün insan malı ilə cihad eləməlidir. Niyə görə deyirlər İmam Zaman əleyhissalam gələndə cəmiyyətin
cəmiyyətdə görəcəyi mühüm işlərdən biri iqtisadi balansa nizamlayacaq. Artıq insanlar sədəqə verməyə fəqir tapa bilməyəcəklər. O qədər iqtisadi nizam-intizam gətirəcək. İmam Zaman nə üçün gəlir iqtisadi nizam-intizam yaradır? Çünki mali cəhətdən iqtisadiyyatında problem olan insan heç zaman doğru düzgün xuşu ilə, xuzu ilə namaz qıla bilməz. Rahat beyinlə, açıq beyinlə namaz qıla bilməz. Daim borcun, kreditin, nə bilim nəyin düşünəcək. Ona görə insanın azadlığının amillərindən biri insanın mali azadlığının olmasıdır. Və Əli əleyhissalam buyurur ki, borc almaqdan çəkinin. Oğlu Məhəmməd Hənəfiyyə buyurur ki, borc almaqdan çəkin. Çünki borc gündüzün zillətidir, gecənin nigarançılığıdır. İnsan borc aldığı adamı, məsələn, gündüz dükanda, bazarda, hardasa görürsən, heç onun yadına düşmür. Adam nigarandır ki, adam məni görəcək, deyəcək, mənim pulumu vermir, məsələn, gəlib bazara alış-veriş eləyir və yaxud da nə eləyir. Eləcə də vicdanlı adam, özün itirməyən adam, həqiqi özün itirməyən adam gecə yatanda da belə nigaran yatır ki, ilahi, olmaya birdən dünyamı dəyişərəm və boynumda filan kəslərin haqqı qalar, filan kəslərin borcu qalar. Ona görə Əmirül Möminin buyurur ki, borc insanın düşüncəsini zəiflədər, insanın ağlın sərgərdan qoyar. İqtisadi məsələ bu qədər önəmlidir. Dinimiz tələb eləyir, insanların dünyası abad olmalıdır. İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, dünya işlərində səhlənkar olan adam axirət işlərində daha səhlənkardır. Meyara baxın, bir adam dünya işlərində səhlənkardırsa, yəni pul qazanmaqda səhlənkarlıq eləyirsə, işə getməkdə səhlənkarlıq eləyirsə, bu adam axirət məsələlərində öz təbirimizlə desək, hay-hayla səhlənkar olacaq. Çünki bu adam pul qazanır, gözünün qabağında bunun pulu olur, pulla işlərini nizamlayır. Burada göz görəsi işlərə getmirsə, axirətlə bağlı olan məsələlərə bunu nə qədər rəğbəti olar? Bir möminin, imanlı adamın imanının göstəricilərindən biri dünya işlərində səliqə sahmanının, nizam-intizamının olmasıdır. Təsadüfi deyil, keçən dəfələrdə biz bu barədə danışdıq. Dinimiz deyir ki, insan malından xumsun versin, zəkatın versin. Bəziləri elə bilir ki, dindar kasıb olmalıdır, dindarın heç bir şey olmamalıdır. Xeyr. Bütün dünyanın malı, mülkü, pulu, əmlakı dindarın əlində olmalıdır. Mal yaxşının əlində, vicdanlının əlində olanda doğru düzgün ünvana sərf olunur. Dindarlar məsələdə diqqətli olmalıdırlar. Dünya qazanmalıdırlar, amma dünya ilə axirət almalıdırlar. Adamın pulu olmalıdır ki, həccə getsin. Adamın pulu olmalıdır ki, xumus versin. Adamın pulu olmalıdır, zəkat versin. Adamın pulu olmalıdır ki, ayədə qeyd olunan malı ilə cihad eləyə bilsin. Ona görə Əmirül Möminin Əli əleyhissalam buyurur ki, sizə tapşırıram, birinci, əmvalikum, mallarınızla cihad eləməyi. İkinci, və ənfusikum, və canınızla cihad eləməyi. İnsan bəzən malla cihad eləyərsən, bəzən də canı verməlisən. Canı xərcləməlisən. Allah əziz şəhidlərimizi rəhmət eləsin. Onlar can verdilər, onlar qan verdilər, onlar əzizlərindən keçdilər, əziz balalarından keçdilər, əziz ailələrindən keçdilər bu vətənin müstəqilliyi üçün, bu insanların, bu millətin alnında olan bu ləkəni silmək üçün canların qurban verdilər. Onların bizim boynumuzda haqları çoxdur. Şəhid övladlarının, şəhid valideynlərinin, şəhidlərin özlərinin boynumuzda haqları var. Biz gərək mütləq hər münasib fürsətdə şəhidlərin qəbrini ziyarət eləyək. Şəhid valideynlərinin ehtiramını gözləyək, şəhid ailələrinin ehtiramını gözləyək. Çünki onların bizim boynumuzda qan haqları var. Bir var, mal olar. Haqdır, söz yox. Amma malla can bir tərəziyə qoyulası deyil. Mən 5 manatımdan keçmirəm, adam canından keçirdi. Mənim övladımın ayağına daş dəyəndə ürəyim sızıldayır, bir ananın övladı, cavan balası can veribdi. Onun insan boynunda haqqı olmazmı? Ona görə Əli əleyhissalam buyurur ki, ikincisi, canınızla cihad eləməyi unutmayın. Ki, canın sipər eləməyə hazır olan cəmiyyət, onlar nicat tapan cəmiyyətlərdir. Üçüncüsü və əlsinətikum. Üçüncü şey ki, gərək cihad eləyəsiniz dillərinizlə. İnsan dili ilə cihad eləməlidir. Haqqın, həqiqətin yayılmasında dillə kömək eləməlidir. Quran-ı Kərimdə oxuyuruq ayədə, qulu linnâsi husna. İnsanlarla gözəl danışın.
Gözəl formada danışın. Qavlun ma'ruf xayrun min sadaqatin tatba'uha aza. Gözəl söz minnətli verilən sədaqədən xeyirlidir. Bəzən adam pul verər, amma pulu verəndə o qədər ona minnət eləyərsən, o verdiyin pul, sədaqə batıl olar. La tubtilu sadaqatikum bil manni vel aza. Quran-ı Kərim buyurur ki, sədaqələrinizi minnət verib, minnət eləyib, incitməklə, əziyyət eləməklə batıl eləməyin. Necə namazı batıl eləyən şeylər var, orucu batıl eləyən şeylər var, eləcə də insanın sədaqəsini batıl eləyən şeylər var. O da nə ilə olur? Minnət eləməklə, incitməklə. İnsanlarla gözəl rəftarda danışmaq, onların haqqa, həqiqətə yönəlməsində mühüm rol oynayır. Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, mən lənət deyən olaraq göndərilməmişəm. Mən ümmətə rəhmət olaraq aləmə rəhmət olaraq göndərmişəm. Hər satana lənət, hər səhv eləyənə lənət. Olmaz ki, belə adam elə hər yerindən durana lənət deyə. Lənət ən qorxulu sözlərdən biridir. Bəli, bir adam zalimdir. Bir adam göz görəsi haqq danır, haqq öldürür. O adamla işimiz yoxdur. Amma biz ümumi cəmiyyət arasında, bir-birimizin arasında biz bir-birimizə dua eləməliyik. Nəinki biz bir-birimizə lənət eləməliyik, lənət oxumalıyıq. Lənət çox qorxuludur. Lənətdən diqqətli olaq. İmam Sadiq əleyhissalam buyurur, lənət bir halqa kimidir. Dediyin getdi. Əgər sahibi, tərəf, dediyin adam o lənətə layiqdirsə yerində. Əgər lənətə layiq deyilsə, qayıdır o deyənin öz üzərinə və ona problem yaradır. Bu qədər məsələ önəmlidir. Və dil məsələsində diqqətli olmaq lazımdır. Əhl-i Beyt əleyhissalamın mühüm sirələrindən biri onların gözəl dilə malik olması idi. Onlar insanlarla mülayim tonda danışırdılar, mülayim formada danışırdılar. Evdə, ailədə, cəmiyyətdə gözəl formada insanlarla rəftar edirdilər. İmam Həsən əleyhissalam məsciddən çıxır, gördülər bir dənə adam gəldi, şamlı bir kişi, başladı İmam Həsən əleyhissalamı təhqir eləməyə. Özün, atasın, anasını təhqir eləyir, nəuzubillah. Muaviyə məlunun siyasətinin qurbanı idi o insanlar. İmam Həsən əleyhissalam neynəsə yaxşıdır. Yol boyu buna dözür, bu qutarandan sonra deyir, baxıram sən bura əhalisindən deyilsən, bəlkə burada qonaqsan, bəlkə yatacaq yerin yoxdur, bəlkə yiyəcəyin yoxdur ki, mən səni aparım qonaq eləyim, yiyəcək verim, yatacaq verim və s. Adam baxır, deyir, mən buna nələr dedim, bu isə mənə gör nələr deyir. Diqqət edirsinizmi? Mən bunu təhqir eləyirəm, mən buna tənələr yağdırıram. Bu mənə deyir, gedək, mən sənə evimdə yer verim, qonaqlıq verim. Və orada deyir ki, Allah bilir risaləti kimin evində qoymaq lazımdır. Əhl-i Beyt imamları, Əhl-i Beytin həqiqi sahabələri və dostları, onlar düşmənlə belə mülayim rəftar eləyiblər. Düşmənə belə xoşa gəlməz. Mübarizə aparmaq ayrı şeydir. Mübarizəni də doğru, düzgün üslubda aparmaq lazımdır. Ud'u ila səbili rabbikə bil hikməti vəl məv'izzətil həsənə. İnsanları Allaha doğru hikmətlə və gözəl formada dəvət eləmək lazımdır. Bir adam imaməti inkar eləyir, bir adam ola bilər Əhl-i Beyti tanımır, fəzilətin anlamır, məqamın anlamır, bəlkə də başqa sözdə cəsarət də eləyə bilər. Biz ilk növbədə ona deyənmərik ki, Allah sana lənət eləsin, bu nə sözdür? Ona başa salmaq lazımdır, ona anlatmaq lazımdır Əhl-i Beytin gözəlliklərini. Əhl-i Beyt əleyhissalam buyurur, insanlar bizim sözlərimizin gözəlliyin bilsəydilər, bizim tərəfdarımız olardılar. Ona görə Əmirül-Möminin Əli əleyhissalamın bu vəsiyyəti bugünkü günümüz üçün çox önəmlidir. Əmirül-Möminin buyurur ki, Allah fil cihad bi əmvalikum və ənfusikum və əlsinətikum. Mallar, cihad eləyin Allah yolunda, mallarınızla, canınızla və dilinizlə. Bunların üçü də cihad vasitələridir. Allah sizdə bizdə hər birimizi həqiqi cihad əhlindən qərar versin. Həm malımızla, həm canımızla, həm dilimizlə Allah dininin, həqiqətlərin cəmiyyətdə yayılmasına vasitəsi olaq inşallah. Bir dənə məqamı burada diqqətdən qaçırtmışam. Canla deyəndə təkcə ölüm deyil. Yəni bir adam gedə şəhid ola, yox. Bəzən insan özünü zəhmətə salmalıdır digərlərinin rahatçılığı üçün. Bir həkim canın zəhmətə salır, çətinliyə düşür, səhərə qədər oyaq qalır, əməliyyata girir və yaxud da xəstə üstünə gedir. O narahat olur, o da canı ilə mübarizədir. Canı ilə sağlamlığın qoyur insanların xidmətində. Allah yolunda ən böyük cihad insanlara xidmət eləməkdir, Peyğəmbər əleyhissalam buyurur. Ona görə Allah hər birimizi
cihad əhlindən qərar versin inşallah. Allah hər birimizin mübarək Ramazan ayının bağışlananından qərar versin. Allah əziz şəhidlərimizi, valideynlərimiz, haqqı boynumuzda olanların hamısına qərq rəhmət eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.